Neyse, sen de hayatımda nasılsın? Ben her şeyimsin. Sen ben başımın tacısın. Sen de benim. Lütfen. Başımın tacı. Hayatımın manası. Bu nə eşq macərasıdır, bu nə videodur, mən başa düşmədim. Erotik video çəkirsiniz? Yəni harda görülüb ki, bir müsəlman öz qadını, öz zövcəsini yad kişilərin yanında paylaşa bilər, onun üzünə öpə bilər, ona ehtiraslı sözlər deyə bilər. Qadın həmçinin kişiyə qarşı. Bu nə hərəkətlərdir? Siz düşünmürsünüz ki, bura sosial şəbəkədir. Ən azından uşaqlar var burada, ən azından yaşlı insanlar var, şəhid ailələri var, qazi ailələri var. Heç mi bunu düşünmürsünüz? Ayıb deyilmi? Bu nə videodur siz paylaşırsınız? Cəmaatın əxlaqı pozulur, uşaqların tərbiyəsi pozulur. Bura sosial şəbəkələrdə ən azı qız uşaqları var, qız uşaqların tərbiyəsi pozulur. Bir valideyn qarşısında bu video çıxsın, valideyn öz övladına nə desin? Sizə görə, siz kimi şərəfsizlərə görə, üzdən iraqlara görə insanlar normal öz ailəsinin yanında video oturub baxa bilmir. Niyə? Çünki siz kimi murdarlar gəlirlər, elə videolar çəkib paylaşırlar ki, cəmiyyəti korlayırlar. Allah hidayət eləsin. Vallahi deyirəm, ayıbdır. Peyğəmbər sünnəsi özvə deyirsən, nə bilim, mən müsəlmanam deyirsən, hansı müsəlman, hansı əqidəyə sığır ki, öz xanımı ilə sosial şəbəkədə video paylaşsın, erotik videosunu çəksin.